Muhterem hanımlar ve beyler, Dünya Azerbaycanlılarının Medeniyet Merkezi'nin tesis konferansına hoş geldiniz. Təşəbbüs qrupunun adından sizi salamlayır ve konferansı açıq elan edirəm. Xahiş edirəm, konferansı idarə etmək üçün sədr və katibliyə namizədlər irəli sürəsiniz. İdarə eləməyə sədrliyə sizin özü, yəni İsaq bəyi, katibliyə də Səid bəylə gəlib sözləşdirəni qabiliyyət edir. Səid bəy. İshak Dəvəli və Səid Seyidi konferansı aparmaq üçün sədr və katibliyə təklif irəli sürülür. Xahiş edirəm, səs verəsiniz. Lehinə, əleyhinə. Bir tərəf. Təklif qəbul olunur. Seyidi Səid, xahiş edirəm, katiblikdə yerinizi tutasınız. Hörmətli konferans iştirakçıları, xahiş edirəm, reglamentin müəyyənləşdirilməsi üçün təkliflər verəsiniz. Bir təklif var ki, çıxışlar üçün 10 dəqiqə, müzakirələr üçün 3-5 dəqiqə vaxt ayrılsın. Səsə qoyuram. Nə? Bir tərəf, yox. Gündəlikdə 3 məsələ durur. Üçüncü isə prezidentin, vitse-prezidentlərin və idarə heyətinin üzvlərinin seçilməsi. Birinci məsələ haqqında söz verilir bizim hörmətli, möhtərəm şairimiz və ağsaqqalımız. Onun milli ənənələrinə, folkloruna xidmətdir. Bu münasibətlə təşəbbüs qrupunda bir bəyanat nəzərə alınıb, istəyirəm onu sizin nəzərinizə çatdıram. Bugün dünyada 50 milyona yaxın Azərbaycanlı yaşayır. Onlar dünyanın əksər ölkələrində işləyir, qurur, yaradır. Öz həyati, məişəti, ixtisas və sənəti ilə Azərbaycan xalqının ləyaqətini uca tuturlar. Lakin nadir istedada malik olan həmvətənlərimizin yaratdıqları əsərlər, kəşf və ixtiralar müəyyən səbəblərə görə məhdud çərçivədə qalır. Bir çox ölkələrin sənət həvəskarları və geniş əhalisi tərəfindən rəğbət və sevinclə qarşılansa da, dövlət tədris proqramlarına, dərsliklərə, geniş təbliğat obyektlərinə qoyulmadığından xalqımızın milli düşüncə tərzini, milli xüsusiyyətlərini əks etdirən bu yaradıcılıq və sənət nümunələri tədrizlə baxımsız qalır, aradan gedir, ya da şovinist ünsürlər tərəfindən amansızcasına qarət edilib, özününkiləşdirir. Xarici ölkələrdə yaşayan böyük istedad sahiblərimizin, dahilərimizin yaratdıqları maddi mənəvi nümunələr və incilər nümunə halında olsa da gəlib Azərbaycana çatmır. Halbuki xarici ölkələrdə həmvətənlərimizin yaratdıqları heyranedici əsərlər, maddi mənəvi nümunələr və incilərin əsli hüquqi sahibi Azərbaycandır. Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır. İranda və Cənubi Azərbaycanda yaranan xalqımızın müxtəlif tarixi dövrlərinin həyat və məişət tərzinin, ədəbi, bədii, ictimai, siyasi fikrinin təcəssümü olan əsərlər, abidələr, arxeoloji tapıntılar demək olar ki, dövlət tərəfindən himayət olunmur. Bu yolla xalqın iftixar hissi, həyat eşqi
və sevinc mənbəyi boğulur, nəticədə ədəbi elmi prosesin xalq yaradıcılığının qarşısı alınır, milli şuura ağır zərbələr endirilir. Azərbaycan xalqının varlığı və ən böyük milli sərvəti olan türk dilimiz, türk folklorumuz, xalq adət ənənələrimiz isə yenə də böyük əzm və duruşla milli mədəniyyətimizin düşmənləri ilə yenilməz bir rəşadətlə vuruşmaqda, özünü şovinistlərdən qorumaqda davam edir. Müxtəlif ölkələrdə formalaşaraq xalqımızın ədəbi, ictimai, fəlsəfi təvəkkür tərzini, onun qəhrəmanlıq, şücaət, əzm və ardıcıl mübarizəsi nümayiş etdirən yaradıcı qrupların şəxsiyyət, cəmiyyət, təşkilat, klub və partiyaların mədəni əlaqələrini, həmkarlıq və həmrəyliklərini genişləndirən qarşılıqlı tədbirlərin keçirilməsi də müasir dövrdə güclü və geniş miqyaslı bir mərkəzin yaranmasının zərurətini daha da artırır. Müstəqil Azərbaycan Respublikasının yaranması, mövcudluğu, beynəlxalq nüfuzu, xüsusilə Azərbaycan xalqının milli mədəniyyətinə onun möhtərəm prezidentinin qayğıkeş və diqqətli olması bizə haqq və səlahiyyət verir ki, dünya Azərbaycanlıların mədəniyyət mərkəzi yolu ilə dünyanın hər bir ölkəsində, hər bir şəraitdə milli mədəniyyətimizi müdafiə edək, onun inkişaf yolları üzərində dayanan bütün manələri aradan qaldıraq, bəşər mədəniyyətinin bir hissəsi olan bu nadir, zəngin mədəniyyəti əzizləyib, ona respublikadan uzaqlarda da sahiblik edək. Bu və digər bu kimi məqsədlə dünya Azərbaycanlıların mədəniyyət mərkəzini yaradır, bu yolla da xalqımızın mədəniyyətinin, varlığının xarici ölkələrdə də müdafiəsi, hərtərəfli inkişafı və təbliği əzmində olduğumuzu bütün dünya xalqlarına, ölkə və dövlətlərinə bəyan edirik. Xalidin cənablarına söz verilir. Çox sağ olun. Əlbəttə, bütün qonaqların hamısına təşəkkür edirik ki, bu həqiqətən sevinici bir haldır ki, artıq Şimal-Cənub məsələsi hər zaman bugünkü gün, yəni Şimalda bu məsələ müzakirə olunanda bizim qardaşlarımız bizi dəstəkləyir, öz minnətdarlığımızı bildiririk sizə. Bu mədəniyyət mərkəzi haqqında deməli, biz deyə bilərik ki, hardasa bir il yarımda bu məsələ haqqında biz geniş müzakirələr aparırıq və bildiyiniz kimi Azərbaycanda, yəni Şimal Azərbaycanda siyasi vəziyyətin olduğunu bizlər nəzərə alaraq məsələləri çox belə necə deyirlər, incə şəkildə çalışırıq ki, bunu qaydası ilə hərəkət etdirək. Bu mədəniyyət, yəni Dünya Azərbaycan Mədəniyyət Mərkəzinin yaranmasında Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının Azərbaycan Komitəsi üzrə deməli, sədri Piruz Dilənçi və Şəhriyar şirkətinin nümayəndələridir ki, bu təşkilatı yaratmaq fikrinə düşüblər və bunun maliyyə və başqa problemləri ki vardı, bu işlərlə bulanlaşılacaqlar. Mən burada indi çox hamımıza üzr istəyirik ki, yəni biz də burada yaş nöqteyi nəzərdən biz gənclərik, yəni sizin qarşınızda həqiqətən çıxış eləmək çox çətindir. Bu da indi öz böyünüzə bağışlayacaqsınız. Bir çox məsələlər vardır ki, biz burada bu haqda söhbət edə bilərik, danışa bilərik, deyə bilərik. Ancaq elə fikirləşirəm ki, artıq bugünkü gün siz ziyalılar və siz cənablar bura toplaşmışsınızsa, bu artıq o deməkdir ki, bizim problemlərimiz müəyyən dərəcədə öz həllini tapmaqdadır. Minnətdarlığımı bildirirəm, çox sağ olun. Çox sağ olun. Birinci məsələ ilə bağlı çıxış eləmək istəyən varsa, buyursun. Öyleyse icazənizlə birinci məsələ, Dünya Azərbaycanlıları
mədəniyyət mərkəzinin yaradılmasının konferans iştirakçılarından səsə qoyulmasını xahiş edirəm. Beləliklə, əleyhinə, lehinə bir tərəf olan yoxdur. Beləliklə, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təsis edilməsi konferans iştirakçıları tərəfindən yeşilliklə qəbul edildi. İkinci məsələ, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin nizamnaməsinin qəbul edilməsi. Nizamnamə layihəsini təqdim etmək üçün Bəxtiyar bəy Tuncay cənablarına söz vermək istəyir. Buyursunlar. Hörmətli qonaqlar, nizamnamələrdən bir ekzemplyar hər stola paylanıb. Ümid edirəm ki, mən oxuduqca siz də izləyəcəksiniz və gedişat zamanı olacaq təkliflərinizi sonradan bizə bildirəcəksiniz. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, DAMM. Birinci, məqsəd və vəzifə. Bundan sonra nizamnamədə DAMM adlandırılacaq Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi ictimai birlik olub, ilk növbədə bütün dünya dövlətləri ərazisində yaşayan Azərbaycan türklərinin milli, mədəni irsinin inkişaf etdirilməsinin, beynəlxalq qanunlarda təsbit edilmiş insan haqlarının qorunmasını, mədəniyyət, elm, təhsil, idman, humanitar yardım, xeyriyyə və sair sahələrdə qarşılıqlı əlaqələrin yaradılmasını, eyni zamanda Azərbaycan türklərinin başqa millətlərin mədəni irsi ilə yaxından tanış edib, onlardan bəhrələnməsini təmin etmək məqsədi ilə yaradılır. 1-2. DAMM-in vəzifəsi aşağıdakılardır. Azərbaycan türklərinin yaşadığı bütün ölkələrdə mərkəzin şöbələrini, nümayəndəliklərini yaratmaq. Bütün ölkələrdə mövcud olan türk və başqa mədəniyyət mərkəzləri ilə müqavilələr əsasında qarşılıqlı əlaqələr yaratmaq. Azərbaycan türklərinin yaşadığı bütün ölkələrdə, dövlət orqanlarında, siyasi və ictimai təşkilatlarda öz üzvlərinin qanuni mənafeyini təmin etmək və qorumaq. Kütləvi informasiya vasitələri, nəşriyyat təşkil etmək. DAMM-in beynəlxalq miqyasda xeyriyyə və humanitar yardım fəaliyyətini təşkil etmək. Başqa beynəlxalq qeyri-dövlət birliklərinə üzv olmaq. Öz fəaliyyətini həyata keçirmək üçün qanunda nəzərdə tutulan bütün mənbələr və üsullar vasitəsilə DAMM-in maliyyələşdirilməsini təşkil və təmin etmək. Qanunda qadağan edilməyən başqa fəaliyyət növləri ilə məşğul olmaq. İkinci paragraf. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin hüquqi statusu və ünvanı. 2.1. DAMM beynəlxalq ictimai birlik olub, müstəqil hüquqi şəxsdir və qanunda nəzərdə tutulan bütün hüquqlara malikdir. 2.2. DAMM-in hüquqi ünvanı Bakı şəhəri 370-130, 8-ci mikrorayon, ev 16, mənzil 157. Üçüncü paragraf. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin idarə orqanları. 3.1. DAMM-in idarə orqanları bunlardır. Konferans, idarə heyəti, prezident. 3.2. DAMM-in ali orqanı konferansdır. Fövqəladə konferanslardan başqa, bütün konferanslar 5 ildən bir çağırılır. 3.3. Konferansa nümayəndə, təsis konferansından başqa, DAMM-in bölmə nümayəndəlik və kollektiv üzvlərinin hər birinin 3 nümayəndə, fərdi üzvlərindən isə hər 10 nəfərdən bir nümayəndə hesabı ilə seçilir. 3.4. Fövqəladə konferanslar prezidentin, idarə heyətinin və ya DAMM-in üzvlərinin 1/4 hissəsinin təşəbbüsü ilə konferanslar arası müddətdə ortaya çıxmış, sədrin və idarə heyətinin səlahiyyətləri xaricində olan məsələlər haqqında qərar qəbul etmək üçün çağırılır. 3.5. Konferans prezidenti
vitse-prezidentləri 2 nəfər, təşkilat və maliyyə məsələləri üzrə və idarə heyətinin qalan 4 üzvünü seçir. 3.6. DAMM-in nizamnaməsini təsdiq etmək, onda dəyişikliklər etmək, prezidenti, vitse-prezidentləri, idarə heyətinin digər üzvlərini seçmək və onları tutduğu vəzifədən azad etmək, idarə heyətinin hesabatını təsdiq etmək, DAMM-in fəaliyyətini dayandırmaq, ləğv komissiyasının tərkibini, onun səlahiyyətlərini və hesabatını təsdiq etmək konfransın müstəsna səlahiyyətinə aiddir. 3.7. Seçilmiş nümayəndələrin ən azı 4/3-ü iştirak etdikdə və iştirak edənlərin ən azı 3/2-si lehinə səs verdikdə konfransın qərarı qəbul edilmiş hesab edilir. 3.8. Prezident, vitse-prezidentlər və idarə heyətinin digər üzvləri 5 il müddətinə seçilir. 3.9. İdarə heyəti öz səlahiyyəti çərçivəsində DAMM-in fəaliyyətinin daxili qaydalarını, bölmələrinin, nümayəndəliklərin və ayrı-ayrı kadrların funksiyalarını və s. müəyyən edir. 3.10. İdarə heyətinin qərarları idarə heyəti üzvlərinin 50% iştirak etdikdə və iştirak edənlərin 50% üstəgəl bir nəfər lehinə səs verdikdə qərar qəbul edilmiş hesab edilir. 3.11. Prezident idarə heyətinin qərarlarını gerçəkləşdirilməsinə operativ rəhbərliyi həyata keçirir. Dördüncü paragraf. Dünya Azərbaycanlarının Mədəniyyət Mərkəzinə üzvlük. 4.1. DAMM-in ayrı-ayrı bölmələr, elm, təhsil, mədəniyyət, idman, humanitar yardım, xeyriyyə və s. üzrə həm fiziki, həm də hüquqi şəxslər fərdi və kollektiv surətdə üzv ola bilərlər. 4.2. DAMM-ə üzvlüyün bölmələr üzrə konkret qaydaları idarə heyətinin qərarı ilə müəyyən edilir. 5. Yəni 5-ci paragraf. Dünya Azərbaycanlarının Mədəniyyət Mərkəzinin fəaliyyətinin dayandırılması. 5.1. DAMM-in fəaliyyəti konfransın və ya səlahiyyətli dövlət orqanının qərarı ilə dayandırıla bilər. 5.2. DAMM ləğv edildikdə qanunda nəzərdə tutulan qaydada ləğv edilir. Bu qədər. İndi yəqin ki, sədr səsə qoyucu, yəni bunu bir dəfəlik səsə qoyaq, yoxsa bənd-bənd və bundan asılı olaraq yəni, mənim funksiyam bitəcək, bitməyəcək. Bunu sədr müəyyən. Hörmətli bəylər və xanımlar, səsə qoymazdan əvvəl bütün bu nizamnamə fəaliyyəti ilə və bu məsələlərlə bağlı təklif və iradlarınızı gözləyirik. Bu məsələ ilə bağlı çıxış edən, danışan, təklifləri sunan varsa, xahiş edirik, buyursun. Buyurun. Xeyr, buyurun. Təqdim edelim. Asfa Ocağının evladı Ruhan Talatdır. Mənə gəlir ki, bu qəbul etdiyimiz, baxacağımız nizamnamədə müəyyən bir, kiçik bir xəta var. Bu da Dünya Azərbaycanlarının Mədəniyyət Mərkəzinin maliyyə mənbəyini göstərmək məncə vacibdir. Bu maliyyə mənbəyi ola bilər üzvlük şartları, bundan başqa müəyyən bir təşkilatların, şəxslərin könüllü, həmin könüllü verilişləri və yaxud müəyyən bir yardımlar həyata göstərilə bilər. Məncə, konferans üzvləri maliyyə mənbəyini nizamında yerində göstərilməsinə nail olacaqlar. Sağ olun. Çox sağ olun, təşəkkür edirik. Şapir bəy, xahiş edirik. Bəli, maliyyə məsələlərlə bağlı suala bir açıqlayasınız. Birincisi, Şahbaz Qasım, nizamnamədə nəzərdə tutulur ki, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin maliyyələşdirmə mənbələri qanunda nəzərdə tutulan bütün qanun və üsullarla təmin edilir. Qanunda ki, hansı mənbələr nəzərdə tutulub, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin həmin qanunda tutulan qanuni mənbələrdən və üsullarla təmin olunma hüquqları var. Ona görə də biz onları
sadalamamışıq. Çünki o mənbələr, həmin üsullar qanunda olan dəyişikliklərə uyğun olaraq daim dəyişə bilər. Əgər biz o dəyişikliklərin dalıcan geçsək, deməli, o dəyişikliklərlə bərabər hər dəfə Ədliyyə Naziri ilə müraciət edib, tərzindən konferans çağırmalıyıq. Ona görə ümumi şəkildə nəzərdə tutmuşuq. Hamımız da bilirik ki, o şeylər ki, nizamnamədə konkret göstərilməyib, qanundakı kimi həll olunur. Bu qanundur, hamı da ona əməl edir. Ona görə də biz onu xırdalamamışıq. Sualınız varsa buyurun. Çox sağ olun. Şahid bəyin izahına əlavə ehtiyac yoxdur. Sadəcə nizamnamədə 1-2 bölmədə o konkret belə yazılmışdır. Diqqətinizə bir də çatdırıram. Öz fəaliyyətini həyata keçirmək üçün qanunda nəzərdə tutulan bütün mənbələr və üsullar vasitəsilə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin maliyyələşdirilməsini təşkil və təmin etmək. Bu birbaşa vəzifəsinə daxil. Söz demək istəyəniz yoxdur. İcazənizlə səsə buyurun. Buyurun. Mən gözləyirdim ki, yoldaşlarım bəlkə mən aydınlıq yaratmaq istəyirəm. Qalan şeylər öz işinizdir. Nə vəziyyətdə edəcəksiniz? Deməli, bu böyük bir məsuliyyətdir. Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzini yaratmaq, əvvələn biz gecikmişik, bu çoxdan olmalıydı. Bunun təşəbbüskarlarına mən minnətdarlığımı bildirmək istəyirəm. Amma bu günləri bu mərkəzin yaradılmasının təşəbbüsçüsü kimi mən öz qeydlərimi deməliyəm, öz iradlarımı deməliyəm, qalacaq o baxıma. Əvvələn onu deyim ki, sizə nizamnaməmiz tam səlahiyyəti əhatə eləmir, nizamnamə işlənməlidir. Nizamnamə vəziyyətində döyür. Yəni, siz bilirsiniz ki, nizamnamənin hüquqi qanunları var, hüquqi qaydaları var. Mən yoldaşlardan xahiş eləmişdim ki, bura çıxartmamış, onu mənə göstərsinlər, hər halda mənim təcrübəm var. Bu sayədə demək olar ki, 7-8 təşkilat yaratmışam. Nizamnamədən danışmaq olmaz, ona görə nizamnamə bugünkü tələbata heç bir cavab vermir və onun bəndləri də uyğundur. Yoldaşlar da o məsələdən başlamadılar. Mən elə gözləyirdim ki, yerdən yəqin ki, deyəcəklər. Maliyyə məsələsi heç vaxt açılmamalıdır, bu qapalı olmalıdır əslində. Təşkilatlar çox yaranır, bilirsiniz ki, 1 ay, 2 ay, 2 ildən sonra bir də görürsünüz ki, o təşkilat təmiz sıradan çıxır. Amma bu təşkilatın yaşaması üçün böyük mənbə lazımdır. Nizamnaməni təkrar işləməyə böyük ehtiyac var. Nizamnamədə hər bir faktlar açılmalıdır. Bir tərəfi, ikinci bir tərəfi bilirsiniz ki, mədəniyyət mərkəzi deyəndə biz bircə Türkiyə, İran, Azərbaycan nəzərdə tutmamalıyıq. Dünyada yaşayan bütün Azərbaycanlılarla, yəqin ki, Nəbi müəllim burada mənə kömək eləyəcək. Bu sayədə Nəbi müəllimin təcrübəsi böyükdür. Dünya Azərbaycanlılarının mənə elə gəlir ki, bütün ünvanları onlarda var. Əvvələn biz bu sahəyə qayıtmalıyıq və Nəbi müəllimdən xahiş eləməliyik ki, bu sahədə bizə köməklik eləsin. Bu birinci. İkinci, sizin o hazırladığınız nizamnamənin birinci bəndin 3-cü sətrində belə bir söz işlətmişsiniz. Dünya türklərinin, o sözü oradan xahiş edirəm, çıxarın, biz dünya türkləri dedikdə, bütün türkləri əgər nəzərə alırıqsa, ona heç cürə imkanımız ola bilməz. Hər bir yerdə getməlidir, dünya Azərbaycanlılarının sözü ilə hərəkət eləməliyik. Dünya, türk sözü orada olmamalıdır. Dünya Azərbaycanlılarının, o ayrı məqsədə gedir. İkinci bir tərəfdən, bu cəmiyyət heç bir siyasətə toxunmamalıdır. Yəni, bu günləri Azərbaycanda yaranan təşkilatlar, elə bəlalar bizim başımıza açıblar ki, özümüz çaş-baş qalmışıq. Sırf bu cəmiyyət mədəniyyətlə məşğul olmalıdır. Mədəniyyətin də yerləri var. Yəni, biz mədəni əlaqələri yaratmalıyıq, insan hüquqlarının qorunmasını mühafizə etməliyik və dünyada yaşayan Azərbaycanlıların Azərbaycanda tanıtdırmalıyıq. Yəni, bu günləri Respublikamızın mərkəzi Bakı şəhəridir, burada tanıtdırmalıyıq. Qaldı, o barədə danışmaq çox olar, mən sizin vaxtınızı almaq istəmirəm, yəni öz fikirlərimi deyirəm. Sonra bir də ki, biz biraz o nitq mədəniyyətinə gərək fikir verək. İclaslarda bu bəylərdən, sözlərdən uzaqlaşın. Artıq bizim ciblərimiz boşdur, ziyalılardan bəy olmaz. Bir kəlmə gülüşü, bura yığılanlar hamısı ziyalılardır və ziyalı kimi də müraciət edir. Heç birinə bunların cənab deyir, heç birimiz bəy deyirik.
Bu günləri biz ancaq Azərbaycanın mədəniyyətini yüksəltmək üçün onun dilini, natiqlik sənətini qaldırmalıyıq. Bu sayədə bizim təşəbbüsümüz olmalıdır. Əgər bu istiqamətdə bizim bu işlərimiz gedəcəksə, Zöhrə bəmi yəqin ki, bilir, bu sayədə bizim köməkliyimiz çox olacaq. Yəni, Azərbaycan Ziyalılar Cəmiyyəti böyük bir qüvvədir. 120 mindən artıq onun üzvü var. Respublikanın bütün rayonlarında şöbələri var. 17 xarici ölkədə bizim səlahiyyətli nümayəndələrimiz var, hansı ki, Azərbaycan Ziyalılar Cəmiyyətini təmsil edir və bütün bizim başımıza gələn bu tarixlərimizi orada şərh edirlər. İqtisadi nöqteyi nəzərdən isə, bir iqtisadçı kimi mənim əlimdən nə gəlirsə, mən bu mərkəzdə köməklik etməyə hazıram. Amma belə nizamnamə qəbul etmək olmaz. Çox sağ olun, təşəkkür edirik. Şahır bəy, nizamnamə məsələsi ilə və birinci məqsəd və vəzifələrdə olan dünya türkləri söhbəti nəzərdə çatdırıb ki, məqsəd vəzifədə belə yazılmışdır. Bundan sonra nizamnamədə Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi adlandırılacaq. Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi ictimai birliyi olub, ilk növbədə bütün dünya dövlətləri ərazisində yaşayan Azərbaycan türklərinin milli mədəni irsinin inkişaf etdirilməsidir. Yox, xahiş edirəm, bir-ikinin ikinci səhvına baxın, bütün ölkələrdə mövcud olan türk və başqa mədəniyyət mərkəzləri ilə müqavilələr əsasında qarşılıqlı əlaqələr yaratmaq. Onu mən deyirəm. Siz burada konkret deyirsiniz ki, türk sözü olmasın Bəli, Azərbaycan sözü ilə gedir. Yəni onu biz yetişdirə bilməliyik, çatdıra bilməliyik. Bütün əhatə edə bilməliyik. Bir dəqiqə. Sürüz bəy, buyurun. Deməli, mən üzr istəyirəm, ağa mən əvvələn ki, bu nizamnaməyə gəldikdə, nizamnamənin siz buyurduğunuz kimi o qısa formada yazılmasının səbəbləri vardır. Siz bilirsiniz, yazılan nizamnamələr hər hansı bir siyasi təşkilat, humanitar təşkilat və yaxud başqa müəssisələr üçün bunlar hamısı formal yazılardır. Və bizim burada deməli təşəbbüs qruplarımızın hüquqşünaslıq təşkil etdiyi bu nizamnamədə siz dediyiniz, yəni o xırdaçılıqların hamısı ümumi şəkildə özünü göstərib və hər bir izah üçün müxtəlif bəndlərdən istifadə eləmək olar. Və ikinci türk məsələsinə gəldikdə biz hamımız bilirik ki, biz türkük. Azərbaycan deyilən bir millət yoxdur, Azərbaycan torpaq adıdır və deməli Azərbaycan türkləriyik biz. Bunu indi əlbəttə bizim Azərbaycan Respublikasının deməli son aylarda qəbul olunan konstitusiyasında deyilən bu sözü də, yəni Azərbaycan dili deyilən, yəni türk, Azərbaycan türkü deyilməmənin də səbəbi bizim hamımıza aydındır. İndi o Azərbaycanın daxilində yaşayan başqa millətlərə talış və ləzgi kimi deməli bizdən qardaş olan millətlərə görədir. Yəni onlara izah da lazım deyil. Bu haqda yəqin hamının məlumatı vardır. Və siz bilirsiniz, bunu bizim indi burada görkəmli alimlərimizlə, türkoloqlarımızla iştirak edirlər. Mən o sahədə ixtisas sahibi deyirəm və lazım olsa mən xahiş edə bilərəm ki, o haqda izah eləsinlər bizim türk və ya qeyri-türk olduğumuzu. Və gəldi, siz buyurunuz, bunu biz tək Azərbaycan, İran və Türkiyə ilə kifayətlənməməyimiz haqqında. Biz təbii ki, Azərbaycan, İran və Türkiyə ilə kifayətlənmirik. Siz bilirsiniz, dünyanın 20-dən çox ölkəsində Azərbaycanlılar, Azərbaycan türkləri yaşayır. Və İran, Azərbaycan, Türkiyə dedikdə bunların ən böyük sayca biz hesablasaq, ən böyük dəstəsi İrandadır, İran ərazisində və Cənubi Azərbaycanın özündə 30 milyondan artıq Azərbaycan türkü yaşayır. Və bunlar hamısı siz bilirsiniz, tək Azərbaycan türkləri də deyil. İranın daxilini biz əgər bununla hesablasaq, biz Azərbaycan sözü ilə bunu yekunlaşdırmaq istəsək, təbii ki, biz heç vaxt, heç kimin iddiası ola bilməz ki, İranda 30 milyon Azərbaycanlı yaşayır. Xeyr, İranda 15 milyon Azərbaycanlı yoxdur. Amma İranda 30 milyon türk vardır. Qəşqai türklər var, Şirazda yaşayır, türkmənlər var, Məşəd tərəfində və Tehranın özündə türklər var, Cənubi Azərbaycan özündə başdan ayağa türkdür. Yəni, Azərbaycan dedikdə biz özümüzü kiçildirik və biz türk də demirik. Türk deyiriksə də, təbii ki, siz bilirsiniz, 200 milyondan artıq türk var dünyada. Biz nə bunlarla maraqlanmırıq, nə maraqlanmaq da istəmirik. Hər kəsin özünə dərdi səbəbi var. Bizim burada dediyimiz ancaq Azərbaycan türkləri haqqındadır. Bu qədər. Çox sağ olun diqqətinizə görə. Mən sonra. Mən də bildirmək istəyirəm ki, və sizin sözünüzə qüvvət ki, siz buyurduğunuz siyasətə qoşulmamalıdır.
bəli, siyasətə qoşulmama məqsədi ilə də bu yaradılıb. İstəyir Azərbaycan dövləti təmsilçisi olan Azərbaycan Respublikasında istəyir İran ərazisində olan millət kimi formalaşmağı, Azərbaycan lobbisini yaratmağın, daha dəyərlisi Azərbaycan lobbisini yaratmağın qabağımıza məqsəd qoymuşuq qarşımıza. Və buna nail olmaq üçün də biz doğrudan da bugün Azərbaycan dövlətçi mərkəzi olan Bakıda bütün sayılan, seçilən ziyalıları dəvət eləmişik, iştirakçı eləmişik və təcrübədən olan imkanlardan istifadə edib biz çalışacaq ki, Azərbaycanda erməni lobbisi, necə deyirlər, cud lobbisi kimi bir Azərbaycan lobbisi dünyada yaradaq və mərkəzi Bakıda olsun. Bu bir fikrimizə cavab. İkinci fikrimizə deyirsiniz, ciblər boşdur, nə bəy? Bəy ciblə döyür, mən elə gəlir, bağışlayan ağsaqqalsız, şəxsiyyətlə ölçülür, ziyalılıqla ölçülür. İndiki bizim zamanda o qədər pullar var ki, imarətlər var, 10 dənə maşını var, ancaq özü qədadır. Ancaq nə olsun, biz bura cibi boş, ancaq bəyləri, ziyalıları dəvət eləmişik. Və o cümlədən sizi də bəy hesab edib dəvət eləmişik. Buna verməyində bir kəlmə deyil. O müraciət üçün bəydir, cənab. Ömür verirsə, mən də durum bir danışım. Mənsur bəy, siz fikriniz buyurun, naşır edirəm. Dur, mən gəlib o. Vahid Əziz Yazışa Birliğinin katibi. Demək, bugün biz çox gözəl bir məramla görə buraya yığılmışıq. Yəni, Azərbaycanların dünya mədəniyyət mərkəzini yaratmaq fikrindəyik və mən çox istəyərdim ki, burada bizim mala qatmayaq. Yəni, dil müzakirəsini açmayaq. Amma burada bir incə məsələ var. Mən çox diqqətlə qulaq asım bütün deyilənlərə. Və təbii ki, nizamnamə bugün işlənməyib. Bu nizamnamədə Azərbaycan cəmiyyətinin hüququ, statusu əməli başda əks olunmayıb. Mənə belə gəlir ki, bu Ədliyyə Nazirliyində baxarlar. Və burada qeyd olunmalıdır ki, cəmiyyətin özünün deməli bank hesab olmalıdır, dəyirmi möhrü olmalıdır. Bu formal işləri Ədliyyə Nazirliyində bilirlər, bunları eləyərlər. Yəni o problem deyil, məncə onu düzəldərlər. O ki qaldı, əgər biz bu gün doğrudan da deyiriksə, dünya Azərbaycanlıların mədəniyyət mərkəzi, biz burada söhbəti qurmalıyıq Azərbaycan mədəniyyət mərkəzindən. Mən heç də inkar eləmirəm ki, biz Azəri türkləriyik, kökümüz türk xalqıdır. Amma bizim nizamnamədə biz götürüb yazsaq ki, türkləri birləşdirmə və s. Söhbət ondan gedəcək ki, yenə biz yayınacaq. Söhbət Azərbaycanlardan gedir. Və əgər bir gün bizim ana dilimizdə türk dili kimi, Azərbaycan dili kimi qəbul olunursa və bizim respublikamızda Azərbaycanlısa və söhbət dünyada yaşayan bütün Azərbaycanlıları birləşdirməkdən gedirsə və siz dediyiniz kimi lob yaratmaqdan gedirsə, biz heç bir Türkiyə xələl gətirmədən məhz Azərbaycanlısa qurulmalıyıq. Ona görə mən çox istəyərdim ki, bu nizamnamədə və ümumiyyətlə bizim gələcək fəaliyyətimizdə Azərbaycan sözü başda dursun, Azərbaycan sözü qeyd olunsun və bütün dünya bizi Azərbaycan kimi tanıyır. Artıq BMT-də biz Azərbaycan xalqı kimi tanıyır. Bütün dünyanı çaşbaşlıq salmayaq. Bu bir. İkinci bir, hörmətli prezidentimizin Amerikanın buradakı səfirinin qəbulunda dediyi iratlara qulaq asın. Çox ciddi şəkildə, çox kəskin şəkildə onu irat tutdu. Amma mən özümdə bir sualım var. Biz Azərbaycan ziyalıları, bugün burada yaşayanlar, yığılanlar, Azərbaycan ziyalıları, Amerika Birləşmiş Ştatlarının Kongresinin belə bir qərar qəbul etməməsi üçün nə iş görmüşük? Heç iş görməmişik. Erməni lobbisi var, erməni lobbisini tanıyırlar. Gedir kongresmenlə də danışır, prezidentle də danışır. Amma biz nə edirik? Biz bunu eləmirik, bilirsiniz. Əgər bir gün Azərbaycanı tanımaq üçün biz nə eləmişik? Gündə Bakıdan onlarla avtobus gedir xaricə. Yüzlərlə turistlər gedir. Amma siz mənə deyin görün, bu gedən turistlərin heç bir olmasa birinin əlində Azərbaycanla bağlı balaca bir broşura, bir buklet gedir. Getmir. Siz mənə deyin görün, neçə il bundan qabaq çap olundu, Kafkaz Veliçkovun kitabı, Şavrovanın kitabı, Mayevskinin kitabı, şəxsən mən bu 8 kitabı çap elətdirdim. Azərbaycanda yazmadığım idarə təşkilat qalmalı kişilər, gəlin bu kitabları tərcümə eləyək, çap eləyək, yayaq xarici dillərdə bu dünyada ölkələr bizi tanısınlar. Mənə belə xahiş eləyək ki, Azərbaycan Respublikasının, onun tarixini, mədəniyyətinin, ziyalılarının dünyada tanınması üçün bizim gördüyümüz işlər bizə dəstək tutsun. Mənə belə gəlir ki, bu çox gözəl bir məramdır, çox yaxşı bir işdir və çox bir dənə xahiş eləyərdik ki, biz burada bütün bəndlərimizdə türklüyümüzü bilirik, bizim qanımızdan çıxartmaq olmaz. Amma dünya miqyasında çaşbaşlıq yaratmamaq üçün
yazaq ki, Azərbaycanlar və s. Və həmişə Azərbaycan sözünü qeyd edək. Çünki bu bizim mənliyimiz, biz bunu qorumalıyıq. Çox sağ olun. Vahid Əzə təşəkkür edirik. Şahır bəy, buyurun. Mən hamımızdan çox üzr istəyirəm. Bizim hörmətli ziyalılarımız birinci çıxan kimi nizamnaməni elə qələmə verirlər ki, tamam natamamdır, ümumi şəkildə deyirlər. Hansı ki, konkret bəndləri deməkdir, necə ki, Vahid müəllim qeyd elədi, hüquqi status məsələsi. Vahid müəllim, nəzərinizə çatdırım ki, nizamnamədə göstərilir ki, hüquqi status haqqında bu cəmiyyət ictimai birliklər haqqında qanunda olan bütün hüquqlara malikdir. Hüquqi statusudur, o cümlədən qanunda bu da nəzərdə tutulur ki, həmin təsdiq olunan ictimai birliklər möhürədə malik olmalıdır, künc ştampına da, emblemə də, başqa qanunda nəzərdə tutulan hər şeyə. Əgər biz qanunu təzədən nizamnaməyə köçürmək lazım gəlirsə, onda qanunu təkrar edirik. Yəni, buna artıq ehtiyac yoxdur. Jurisprudensiyanın mövzusunu mükəmməl Azərbaycan dilində mən bilmirəm. Jurisprudensiyanın belə bir qaydası var, bayaq da təkrar elədim onu. Əgər o şeylər ki, nizamnamədə nəzərdə tutulmayıb, göstərilməyib, onlar qanundakı kimi həll olunur. Yəni, o hüquqlar ki, nizamnamədə konkretləşdirilməyib, deməli, onlar qanunda nəzərdə tutulan qaydalardan, hüquqlardan istifadə olunur. Biz onu elə bilərdik 50 səhifə qanunu da köçürdəydik, sonra başqa qanunvericiliklərdən də müddəaları köçürdəydik. Ancaq bir kəlməni göstərmişik, qanunvericiliyə əsaslanmışıq. Deməli, o qanunlar bizim nizamnaməyə şamildir. Biz istəsək də hətta başqa şeylər yazaq, qanundan kənara çıxa bilmərik. Buna hüququmuz da yoxdur. Bu bir. İkincisi, o Türk məsələsi haqqında ki, deyirsiniz, nizamnaməni görürəm siz. O bizim günahımız ki, əvvəldən sizə çatdırmamışıq, dəqiq tanış ola bilmirik. Biz heç də orada Türklər yox, Azərbaycan Türkləri göstərmişik. O ki, siz deyirsiniz, ermənilər lobby yaradır. Demirsiniz ki, Ermənistanlılar lobby yaradıb Amerikada. Yəni, Azərbaycanda ermənilər də yaşayır, onlar da Azərbaycanlıdır, Ruslar da Azərbaycanlı, başqaları da. Məhz söhbət burada Azərbaycan Türklərinin milli mədəniyyətinin inkişafından gedir. Əgər biz bu dəqiqə Rusiyada yaşayan Azərbaycanlı ermənilərin milli mədəniyyətinin inkişafını qeydinə qalmaq fikrində də deyilik, istəmirik. Biz Azərbaycan türklərinin problemlərini həll etmək üçün müəyyən gücümüz çatdığı dərəcədə bu ictimai təşkilatı yaratmışıq. Ona görə də nizamnamədə xahiş edirəm, diqqət yetirin, bir neçə yerdə Azərbaycan türkləri sözün vurğulanmışıq və o mədəniyyətə də xidmət eləmək fikrimiz var. Borcumuz və vəzifəmiz onu hesab edirik. Təşəkkür ederim. Buyurun, canım. Yəni, Ağa müəllimə mən üzüm istəyəm, mən tanıyım. Ağa müəllim özü də İranda olub, bir neçə dəfə xəbərim vardı. Orada özü bilir ki, 30 milyona yaxın Azər türklər vardı. Bunlar ana dilindən, milli ədəbiyyatdan, ümumiyyətlə hər bir ictimai və milli təşkilatdan məhrumdurlar. Ancaq biz burada Sabahların Mədəniyyət Mərkəzində, Sabah cənubda bir dənə şair, məsələn, Qutabım Yəhya şeirdə tutuldusa, bir milli məsələ üçün, biz burada etiraz etməliyik. Və etiraz olanda foran təbii edir ki, həm İran dövlət tərəfindən, həm o ihtimal var bu dövlət tərəfindən deyiləsinə siyasət də boşluq. Burada da araşdırmaq lazımdır ki, bəli, biz həqiqətən bu məqsəd, yəni bizim əsas burada yaradanlar cənublulardır, yəni əsas, yəni təşəbbüs qrupunun əsas faalları cənublulardır. O cümlədən başımıza da durur, söhbət dair. Ona görə də biz əsas fəaliyyətimizi yönətməliyik Cənubi Azərbaycana ki, 30 milyon orada, onsuz da bura müstəqil Azərbaycandır. İstədikləri vaxt televiziyada çıxıb sözlərini yetiyə bilirlər. İstədikləri vaxt milli teatrlarını da qurub sözlərini deyə bilirlər. Hər bir şey. Bizim burada əsas Cənub kimi olsun ki. Ona görə istər-istəməz, indi ola bilsin, burada artıq da nizamnaməyə də məsələn yerləşdirmək lazımdır, ictimai təşkilat kimi ki, bəli, mədəni təşkilat olmalıdır falan. Amma istər-istəməz bizi o da adlandıracaqlar ki, bəli, bunlar siyasət. Çünki ona görə ki, Cənubi Azərbaycanda milli mədəniyyətin danışmaq özü siyasət deməkdir. Ona görə ki, yasaq olur burada. Ona görə ki, məhrumdur cəmaat bundan. Bəs bu deməkdir ki, bəli, biz mütləq qoşulmamalıyıq. Onda gəl biz, bəli, orada sabahlarma 1000 nəfər şairi tutsalar, 1000 nəfər yazıcı tutub orada basıb alacaq, biz də deməməliyik ki, siyasət qoşulur. Məncə yox, biz etirazımızı da eləyəcəyik. Hər yerdə çatlayacaq, bütün dünyada çatlayacaq. Bu, məncə, fərqliyəm. Fərqliyəm qalməlmişsin. Sözünüzə ki, deyilir və burada sırf siyasət filan yox. Bəlkə ki, 30 milyon orada yasaqdadır.
Məncə bu hadisə Mədəniyyət siyasətdən uzaq ola bilməz. Ona görə də bəli, uzaq ola bilmə bütün dünyanın təbii şey. Siyasəti yazılmış mədəniyyət. Vəxtdır ki, bizim Avropada indi bir neçə dənə milli təşkilatlarımız var, mədəni təşkilatlarımız var. Bunlar əsas cənublulardır. Bunlar cənuba qoymurlar, buraxmırlar bu milli təşkilatları. Hamısı cənubdan demək olar ki, siyasi səbəblərə görə geliblər, milliləşiblər. Orada milli təşkilatlar qurublar, televiziyalar var, radiolar var özləri üçün. Bunların verilişlərini biz təbiidir ki, sabahlar məncə burada götürsək, video kaset formasında cənuba və mütləq yollayacaqsınız, mərkəzik biz. Borcumuzdur ki, Avropa təşkilatlarının cənubuna biz rabitəsini yaratmalıyıq. Bunu eləsək bizim təbiidir ki, gecələ siyasi və bunu eləməliyik biz. Yəni bu biz cənublu kimi deyək ki, bunu işi görməliyik biz. Bu da təbiidir ki, siyasətdir deməlidir. Elə belə kökünə baxanda siyasət. Bilmirəm, bir başqa sualınız var, mən təşəbbüs qrupunun fəal izləyicilərindən nə sualınız var, mən eləyə biləm bu həftə cavab verəm. Amma Çox yaxşıdır. Sağ olun minnətdarım. Hörmətli konferans iştirakçıları, sadəcə olaraq bu nizamnamənin ikinci bəndi ilə bağlı onu da əlavə eləmək istəyirəm ki, yəni burada yazılıbdır ki, beynəlxalq qeyri-dövlət birliklərinə üzv olmaq. Və yəqin ki, çoxlarınız qeyri-dövlət birliklərindən hər hansı dünya mədəni qurumlarının nizamnamələrini görmüsünüz, tanışdınız. Və orada ayrılıqda özü-özlüyündə nə hər hansı bir nizamnamə, nə hər hansı bir möhür, heç bir hüquqi səlahiyyət o qədər də daşımır. Onu orqanlar var, dövlət idarəçilik orqanlarının qeydiyyatlarından keçdikdən sonra, məsəl üçün, Almaniyada gedib, ala bilərsən, Almaniya Respublikasının prezidenti möhürünü sən alıb üstünə ad familiya yazdırıb götürə bilərsən. Nə bilim, təhlükəsizliyinin möhür və nizamnamə ayrı-ayrılıqda hələ hər şey və son demək deyil. İcazənizlə bununla bağlı, nizamnamə məsələsi ilə bağlı, əgər Şapur bəyin qələbəsi yoxdursa, nizamnamə məsələsi... Bəxtiyar bəy? Hə, icazənizlə ikinci nizamnamənin qəbul edilməsi məsələsini səsə qoyaq. Əsas kimi səsə qoy, əsas kimi qəbul olur. Əleyhinə. Bir nəfər. Əleyhinə. Bir tərəf. 2 nəfər. Beləliklə, hörmətli konferans iştirakçıları, Dünya Azərbaycanları Mədəniyyət Mərkəzinin nizamnaməsi əksər səs çoxluğu ilə qəbul edildi. Üçüncü məsələ, prezidentin, vitse-prezidentlərin və digər idarə heyəti üzvlərinin seçilməsi. Burada bir təklif var. Bunu birlikdə yoxsa ayrılıqda səsə qoymağı məsləhət görürsünüz? Prezident, vitse-prezidentlər və sonra ayrılıqda idarə heyəti üzvləri. Sonra vitse-prezident. Mən çox üzr istəyirəm. Ayaqları o sözü deyəndə elə fikirləşməyin mən bunun eləyim. Mən onu açıqlıq üçün, görürsünüz məndən sonra hər kəs öz fikrini dedi. Mən də onlara qarşı amma istəmədim onu. Əvvələn idarə heyətini seçirsiniz, idarə heyətinin içərisindən prezidentləri, vitse-prezidentləri müəyyənləşdirirsiniz. Bu qayda belədir. Qaydanı nəysə bilməyiblər sizə. Bilmirəm sizin yuristiniz kimdir? Hukukşünasınız kimdir? Şapur bəy. Şapur bəylə mən sonra söhbət edəyəm. Çox qüsurlar var. Amma belə eləyək ki, sabah bu qüsurları kənardan bizə deməsinlər. Bunu gərək öz daxilimizdə deyilir. Əvvəl idarə heyətini seçin, sonra prezidenti vitse-prezidentləri müəyyənləşdirirsiniz. Şapur bəy. Bu məsələ ilə bağlı. Yox, o məsələ ilə bağlı bunu deyə bilərəm ki, əgər prezident idarə heyətinin üzvləri arasında onların səs verməsinə seçiləcəksə, siz düz deyirsiniz. Yox, əgər bunu konferans seçirsə, onda prezidenti də ayrı seçə bilər, vitse-prezidentləri də idarə heyətinin qalan üzvlərində. Çünki onların funksiyaları başqa-başqadır. Mənə belə gəlir ki, üzr istəyirəm sizdən, düz buyurursunuz. Prezidenti konferans seçməlidir. Çünki prezidenti hamı səs verməlidir. Bizim, məsələn, Məsləkələr İttifaqında sədri konferans seçilir. Sonra sədrin təklifi ilə idarə heyətini seçilir, orada da katiblər. Ona görə birinci növbədə prezidenti seçir, sonra prezidentin fikri ilə razılaşın, kimi istəyir ki, idarə heyəti, əsas prezident, vitse-prezident kim olacaq, idarə heyəti ki, o hamısı prezidentdən gəlir. Məncə elə olur. Onda sizin sualınızda Bir şey də var. Bu səsə seçilmə problemi Burada idarə heyəti olmamalıdır. Rəissiyyət heyəti olmalıdır. Prezident gedirsə, rəissiyyət heyəti olmalıdır. Rəissiyyət heyəti olmalıdır da, idarə heyəti yox. İdarə heyəti və yaxud rəissiyyət heyəti.
Rəsət heyəti yox, idarə heyəti olmamalıdır. Prezident olan Lakin yerdə... dəxli yox, dansın istən səsə qoy, səs verir və səlam. İcazə Problem olur. Dünya Azərbaycanlar Mədəniyyət Mərkəzinin prezidentliyindən namizədi irəli sürmənizi xahiş edirəm. Sürün. Vahid. Söhrəb Tahir. Hamı bir səslə Söhrəb Tahir istiyor. Söhrəb Tahirin hörməti bütün dünya Azərbaycanlılarının arasında və xüsusilə Cənubi Azərbaycanda şimalda yəni tanınmış bir şəxsiyyət kimi, siyasi bir qəhrəman kimi, 50 il ömrünü ədəbiyyata və bir siyasi varlığımıza həsr edən bir adam ki, mən Söhrəb Tahir'dir. Aslan Xalid. Öyle seçilmemiş prezidentdi. Siz kimi? Aydın dehamız onu deyir. Yox, təşrif var bizə. Əlbəttə burada belə deyəndəki, yəni biz sadəcə olaraq məsələlərimizi elə bir şəkildə bulmalıyıq ki, hansısa bizim bir başqa bir nümayəndə də biz təklif edək. Yəni biz özümüz Şahır müəllim də təklif edirik ki, yəni bu hamısının bir olur. Bəli. Ki müzakirə olunsun, yəni bu məsələlər haqqında ki, görünsün ki, məsələlər necə. Səsə qoyulur. Yox, Qardaş, Bir dəqiqə özür istəyirəm. Mən üzr istəyirəm, çox sağ olun, Aslan bəy məni təqib elədiniz, ancaq Söhrəb müəllim kimi nəhəngin yanında mən ondan mübarizə aparmaq da istəmirəm, çünki bunu bacarmarım. O bizim millətin istər Azərbaycanlı, istər kənarda yaşayanlar, milli ruhunun nəhənglərindən biridir. Ona görə də mən çox xahiş edirəm, əgər doğrudan da mənə səs vermək istəyən varsa, məni prezident görmək istəyən varsa, Söhrəb müəllimə səs verməyini hesab eləsin ki, məni seçin. Siz də layıqsınız, amma Söhrəb Tahirə səs verəcəyik. Beləliklə, hörmətli şairimiz Söhrəb Tahirin Dünya Azərbaycanları Mədəniyyət Mərkəzində prezidentliyə namizədliyi irəli sürülür. Bu barədə səs vermənizi xahiş edirəm. Xahiş edin, otursun yerində idarə eləsin. Və artıq söhbət edəcəm. Xahiş edirik. Bundan sonraki məsələlərlə bağlı prezident kimi artıq. Xahiş edirik. Əziz dostlar, əvvələn çox təşəkkür edirəm sizdə. Başınız uca olsun. Xoşbəxt olasınız. Birinci onun üçün ki, gəlib siz zəhmət çəkmişsiniz. Bu isti havada. İkincisi də Söhrəb əmini prezident kimi qələmə verdiniz. Çox sağ olun. Çalışaram sizin etimadınızı doğrudan. Çalışaram dünya Azərbaycanlılarının bizə tikilən ümid gözləri, intizarlarını doğurdaq. Çalışarıq Respublikamızın, Azərbaycan xalqının əsrlər boyu gözlədiyi müstəqil Azərbaycan Respublikasının ümidlərini, tələblərini doğurdaq və gələcək idarə heyətinin iclasında və yaxud konferansda bu haqda sizə hesabat verək ki, biz siz deyənlərin hamısını eləyirik və yaxud eləmişik. Gündəliyin arxasına keçsək əgər, İshak bəy deyir ki, prezident müavinlərini seçmək lazımdır. Kimin təklifi var prezident müavinlərinin seçilməsinə? Mənsur bəy, buyur qarşı. Belə qoyun. Mədəniyyət mərkəzinin işi çox olacaq, onun yürüdük hüquqi cəhətləri, işləri çox olacaq. Onu aparmaq üçün mən təklif edirəm ki, Şahır müəllim əziyyət çəkib, səsə var, Şahır müəllim Müavinlərindən biri demək Şahır Qasımdır. Bəs ikinci müavinə kim namizəd verir? Buyurun. Mən də hamının Siyamək adı ilə tanıdığım Nəsir Bəxtiyar Tuncaydır. Nəsir rəhbərini təklif edir. Kim? Siyamək adı ilə hamımızın tanıdığı Nəsir rəhbəridir. Nasir rəhbər. Demək,
Demək, Bəxtiyar Tuncay ikinci müavini təklif elədi. Bizim Siyamək Azərbaycan Respublikasının müstəqillik hərəkatında, milli hərəkatında çox görkəmli rollardan birini oynamış cənublu qardaşımız Siyamək, Nəsir rəhbəri, əslində Nəsir rəhbəridir, onun təxəllüsü Siyaməkdir. Onu təklif edirlər. Demək, ikisini bir yerdə səsə qoyaq, ya ayrı-ayrı səsə qoyaq. İkisi bir yerdə daha əlverişli olar. Kim Şabur Qasımın və Siyamək bəyin prezident müavinləri seçilməsinə razıdırsa, xahiş edirəm, əlini qalırsın. Çox gözəl. Latif Hüseynzadə demək, kim əleyhinədir? Əleyhinə yoxdur. Kim bir tərəf qaldı? Yoxdur. Çox sağ olasın. Demək, Şabur Qasım və Siyamək prezident müavinləri seçilir. İdarə heyətinin işçi qrupu və fəxri üzvlərin seçilməsi məsələsi ilə bağlı təklifləriniz. Müzakirə edib, müzakirə edib və öz layihə namizədlərin veriblər mənə, mən oxuyum və səsə qoyaq. Sonra kimin etirazı olsa və yaxud da yeni bir təklifi olsa ki, idarə heyətinə salaq, onu eləyərik. Nəzərdə tutulub 25 nəfər, 29 daha doğrusu, onun 4 nəfərin işçi qrup kimi ki, daimi fəaliyyət göstərəcək. Çünki əgər istəyir ki, dünya Azərbaycan türklərinin lobbisini yaradaq, daimi 4 nəfər bəlkə də gələcəkdə artırıldı, işçi qrup. Qalan 25 nəfərdə səhv eləmirəmsə, çünki biraz əlavələri oldu burada, bəylər təklif elədi ki, bəzi şəxsləri əlavə eləyək, ona görə 25 olmalıdır. İcazə versəniz oxuyardım, sonra nə əlavələri olsa eləyək. Deməli, idarə heyətinin üzvləri namizədlər işçi qrupu. Birinci Bəxtiyar Tuncay, ikinci Firuz Dilənçi, üçüncü Latif Hüseynzadə, dördüncü İshaq Təbəli Ozanoğlu. Bunlara səs soruşarıq, demə. Hörmətli konferans iştirakçıları, idarə heyətinin işçi qrupunun səs verməsini ayrılıqda yoxsa birlikdə irəlidir? Onda xahiş edirik, idarə heyətinin işçi qrupu Bəxtiyar Şahverdiyevin, Firuz Dilənçinin, Latif Hüseynzadənin, İshaq Təbəlinin üzvlüyünün səsə qoyuruq və səsi verəsiniz. Lehinə. 3 olmalı, ya 5 olmalı. 7 nəfər. Burada 7-li 3 nəfəri biz... 3 nəfər prezident hökumətçiləri nəzərə almaqla əleyhinə bir tərəf yoxdur. Demək, idarə heyətinin işçi qrupu Bəxtiyar Şahverdiyev, Firuz Dilənçi, Latif Hüseynzadə və İshaq Təbəli geçli səslə qəbul olundu. İndi isə buyurun idarə heyətinin fəxri üzvlərinin adlarını təşkil edir. Bağışlayın, indi səs verəndən sonra deyirəm, əgər sual varsa, həmin şəxsiyyətləri tanımaya elə bilən bura dəvət olunanlar hamı bir-birini tanıyır. Biz fəxri üzvlər seçirik, ya üzvlər seçirik? Fəxri üzvlər yazılır. Yox, elə düzgün deyil axı. Ola bilsin, mən də bəyəm öz... O boyda fəxri üzvü olmaz. Yox, mən də elə Üzvlər düşünürəm. seçirik, də deyil. İdarə heyətinin üzvləridir. Fəxri üzvü bir nəfər, iki nəfər. Yox, mən də etirazımı bildirdim. Yoldaşlar dedi ki, yoldaşlar ona görə dedilər ki, bəs idarə heyətinin ola bilsin iclaslarından hamısı məşhur ziyalılardır, hərəsin, dörd kişidir, gələ bilməz. İdarə heyətinin üzvləri yazır. Yoldaşlar, bizim hörmətli akademiyaları, Ziyalılar Cəmiyyətinin sədri akademik Ağoğlan Hüseynov düz deyir.
Yəni bu qədər fəxri üzv olmaz. Biz təşəbbüs qrupunda belə nəzərə aldıq ki, bu siyahı idarə heyətinin siyahısıdır. Amma xarici ölkələrdə yaşayan, fəaliyyət edən adamları biz hətta onların razılığı alandan sonra belə ora fəxri siyasi, bəli, fəxri siyasi. Qaldı ki, burada bizim elə yoldaşlarımız var ki, siyahıya daxildir, amma Milli Məclisin üzvüdür, bu gün heç gələ bilməyiblər. Onlar da təqribən elə fəxri üzvdür. Bundan sonra fəxri üzv, yəni ki, təntənəli üzv, yəni ki, o gəldi, gəlmədi, onun nüfuzundan, şəxsiyyətindən istifadə olunur. Bu cəhətdən bu siyahı ki, təşəbbüs qrupunda tutulub, bunlar hamısı idarə heyətinin üzvləridir. Xarici ölkələrdə, bir də Cənubi Azərbaycanda, İranda siyahıda olanları biz fəxri üzv hesab eləyək. Necədir? Fəxri ola bilməz. Yəni ki... 2 nəfər olar, 3 nəfər olar. Bəli. Bu, rəyasət heyətinin üzvləridir. 12 nəfər Milli Məclislərdə sabah gəlib iştirak edəcək, o bir gün iştirak edəcək. İndi biri varsa Amerikada yaşayırsa, o fəxri ola bilər. Biri var Cənubi Azərbaycanda Xaricdəkilər hamısı fəxri ola bilər. Xaricdə yaşayanlar fəxri ola bilər. Yəni ki, Yasif bəy demək istəyir ki, o qədər də yenə də fəxri ola bilməz. Məsələn, 30 nəfər, 40 nəfər, 10 nəfərdən artıq belə olmaz. Buyurun. Ya, yox. Sonra təşkil olunan bu üzvlərin içində bəzi yoldaşlar iştirak eləmir. Əlbəttə, səs veriləndən sonra, əgər səs verilsə, onların öz razılığını almaq lazımdır. Ola bilsin, etiraz eləyəcək, heç bəlkə də mədəniyyət mərkəzini qəbul edəcək. Xahiş, heç kəs eləməz. İcazə versəydiniz, oxuyardım. Anar bəy yazıçıdır. Bir də ki, mən deməyəcəm kim, hansı sənətin sahibidir, nerəsə. Tanınmayan olanda Nəbi Xəzri, Nəriman Həsənzadə, Müaylə Muradxanlı, Leyla xanım, Vaqif Adgözəlov, Cavanşir Quliyev. Üzr istəyirəm, Vasif bəli. Vasif demək. Vasif, hə, Vasif demək. Yox, Vasif Adgözəlov, Cavanşir Quliyev, bağışlayın, mən Vasif. Cavanşir Quliyev, Yasəf Nəsirli, Cəfər Qiyası, İslam Bəhluloğlu, Aslan Xalidi, Səid Seyidi, Mehman Vəliyev, Vaqif Arzumanlı, Asif Azərelli, Zərifə Salahova, Eldar Mənsurov, İbadullah Fəxri Nəcat, Yaşar Fərlov, Aloğlan Hüseynov, Malik Pənahi, Böyük Rəsulvənd, Eldar Qaradağlı, Qəzənfər Kazımov. İndi haşəmi səs verirsiniz. Hörmətli konferans iştirakçıları, rəsayət heyətinin mənsurun təqdim elədiyi siyahı üzrə səsə qoyuruq. Əlavə etmək istəyən və təklif eləmək istəyən varsa buyursun. Valla mən sözün düzün deyəndə bir balaca başqa cümləyəm. Bugün bu saatda ortaya çıxıb məlum oldu ki, gələ bilməyəcək. Gələnlərin hamısı tam razılığın vermiş adamlarıdır. Anara hamımızın hörmətimiz var. Milli Məclisin üzvüdür. Anarın görün nə qədər naqruskası var. Anar heç vaxtında nə yapsın, amma belə nüfuz üçün saxlamaq ayrı məsələdir. Elə ac üçün saxlayırsınız, elə geçsin. Doğru. Elədir mi? Bəli. Yaxşı da biz həm söz alandan sonra biz onlardan Sərzadə çox günlərin dəqiqə mənə yaxınlaşdılar ki, dövlət iclasındadılar və onlara üzr istədilər. Və dedilər çalışacaq ən azı. Allah bəlkə biraz gecikdilər. Nəriman Həsənzadə də iclasları var, müşavirələri var bu saat. Şoförü də gəldi, sürücüsü. Dedi ki, biraz gecikəcək. Dedi, biz biraz uzadarıq məclisimizi ki, onlar da özlərini çatdırsın. Yine de Allah müəllim onu düz deyil. Bizim təcrübəmiz var Ziyalılar Məclisində, Ziyalılar cəmiyyət. O da yalvardı ki, sən Allah məni çıxardın, mənim imkanım yox. Bax, belə hallar da var. Yəni, demək istəyirəm, o kişi də həqiqətdən kənar danışmır. Amma bizim nəzərə aldığımız adamlar Azərbaycan mədəniyyətinin köylərini demək, təşkil edirlər. Azərbaycan mədəniyyətinin müasir fundamenti onların üzərində qurulub. Onun üçün də biz çox ciddi o siyahının üzərində dayanmaq istəyirik. Kimin əlavəsi varsa, yəni ki, respublikamızda
bu siyahıya düşən onlarla, yüzlərlə alimlərimiz, yazıçılarımız, kompozitör, rəssamlarımız var ki, bu siyahıya düşməlidir. Amma bu siyahının da bir qaydası var. Gərək o həddindən artıq şişirdilməsin. Odur ki, kimin əlavəsi var, xahiş edirəm, buyursun. Mənə belə gəlir ki, sənətədir. Bu cəmiyyətin fəaliyyəti mətbuatda heç olmasa əksik olmalıdır. Ona görə mən belə təklif edirəm ki, Xalq qəzeti redaktoru bu siyahıya əlavə olunsun, üzv kimi. Bir də Vahid müəllim deyəsən orada olmaz. Vahid müəllim cənub üçün çox iş görür. Yox, onu öyle deyil. Yəni Vahid müəllim Sabah mətbuat məsələsi var. Cənub müəllim çox yaxşı mətbuat. Düz deyir, onda olar 27 nəfər. Bir nəfər redaktor olmalıdır. Bir redaktor, bir yazar olsun, bir qələm sahibi olsun. Vahid müəllimlə birlikdə yürüyür. Sonra Leyla xanım, Vahid Əziz. Kimdir o Leyla xanım? Leyla xanım, Axundov kitabxanası. Vahid Əziz bir də Onda yaz. Sen yazı qeyd edir. Vahid Əziz. Azərbaycan, Əmir Mustafayev, Azərbaycan qəzetinin redaktoru. Əlavə yapılır. Hə, sağ. Mahal İsmailoğlu 2 nəfər siyahıya xahiş edirəm, əlavə edeyim. Daha kimin əlavəsi var? Yəni ki, 30-a qədər belə imkanımız var, xahiş edirəm. Çox yaxşı. Onda Nasif bəy, buyur xahiş edirəm. Bəlkə mən eşitməmişim. Mənə belə gəlir ki, bu heyətdə mütləq ağa müəllim olmalıdır. Ağa müəllim var. Eşitmədim. Var. Mən eşitmədim. Mən eşitmişim. Akademikinin demədiyi onun üçün bizə bir şəhər gəldi. Sağ olan Hüseynov var. Mən sizin icazənizlə idarə heyətini səsə qoyuram. Kim idarə heyətini bu 2 nəfər əlavə ilə birlikdə idarə heyətinə seçilməsindən razıdırsa, xahiş edirəm əlini qalsın. Çox sağ olun. Kim əleyhinədir? Mənsur. Mənsur əleyhinədir. Kim bir tərəfdir? Bir tərəf də yox. Çox sağ olasın. Demək ki, cavanların aparması demək olar ki, işimiz başa çatır. İstəyirsiniz bunların hamısını, yəni seçilənlərin hamısını birdə kollektiv səsə qoyaq. Lazım deyil ki. Çox yaxşı. Demək, insanların bir-birinə etimadı çoxalır. Təşkilati etimad çoxalır. Əvvələn, bağışla Aslan bəy. Bəli, buyur. Əgər mümkünsə siyahı bir daha da okunsun. Oxuyacaq. Çox yaxşı. Onca Deməli, işçi qrupunda Bəxtiyar Tuncay həm Azərbaycan Milli Azadlıq Hərəkatında böyük rol olub, həm mətbuat işçi. Xahiş edirəm Bəxtiyar. Buyurun, təqdim edin. Təklif var ki, hərə özünü təqdim eləsin. Həm də jurnalisti, özün mədəniyyət üzrə mütəxəssis. Firuz Dilənci, yəqin şərh ehtiyac yoxdur. Cənub Azərbaycan şairdir, şərhiyyat verilişin aparatçılarından biridir. Qətib Hüseynzadə, xahiş edir, uzun müddət Cənub Radiosunda xidmətləri olub, rəhbər olub. İshak Dəvəli Ozanoğlu, hamıya tanışdır. Muğam teatrında sizdə məndən. Deməli, idarə etmə üzvləri də anar razılığın özündən almaq lazımdır. İndi Milli Məclisdədir. Hamı tanışır. Nəbi Fəzli, hamı tanıyır. Nərman Həsənzadə, Mailə Muradxanlı, deməli, televiziyada ədəbi dram verilişləri redaksiyasındadır. Leyla xanım Axundov adına kitabxananın müdürəsidir. Vasif Adgözəlov, dəstəkarımız hanım. Vasif Adgözəlov, qarşı. Zavanşir Quliyev, gəlmir deyəsən. Dəstəkardır. Yasir Nəsirli, Azərbaycan Dünya Beynəlxalq deməli
Əlaqələr şöbəsi. Vahid Əziz şairimizi və şair kimi təqdim edəcəm hamısını. Mahal İsmailov, jurnalisti, redaktordur. Burada iştirak edir. Cəfər Qiyası, hamımız yaxşı tanıyırıq. Memarımızdır. İslam Bəhirloğlu, deməli, televiziyadadır, Şəhriyyar verilişinin aparıcısıdır. Aslan Xalidi, Cənubi Azərbaycandandır, Şəhriyyar şirkətinin üzvlərindən, komitətindəndir. Səid Seyidi həmçinin və İbadullah Fəhmi-Nəcəf var ki, yerdə deyirəm. İkisi də Şəhriyyar şirkətindəndir. Üçü də Cənubi Azərbaycandandır. Mehman Vəliyev, Radio şöbəsidir. Baş redaktor Mavi, Cənubi Azərbaycan şöbəsinin baş redaktor Mavi. Vaqif Arzubanlı iştirak edir. Asif Azərilli, rəssamdır. Zərifə Salahova, Kitab Cəmiyyətinin sədridir. Eldar Mənsurov, bəstəkar. Yaşar Xəlilov, radionun sədri, Cənub radiosunun sədri. İran redaksiyasının bağışlayın. Əvvəlcədən yazmamışıq kimlərə, elə təxmini bilirləmişik kim harada işləyir. Ağoğlan Hüseynov, Azərbaycan Ziyalılar Cəmiyyətinin sədridir. Buyurun, sözü təqdim edin. Malik Pənahi, professordur, həkimdir. Böyük Rəsul Rənd, Cənubi Azərbaycan yazısı. Eldar Qaradağlı, Azərbaycan Qurtuluş Təşkilatının Avropa üzrə sədri, Avropa Komitəsinin. Xahiş edən bir də, çünki o hamı tanıdıqlarına ehtiyac yoxdur, görməyən ancaq zamanlar lazımdır. Qəzənfər Kazımov, filologiya üzrə professordur. Əziz dostlar, o qərarı da bizim İshak bəy sizin xidmətinizə çatdırsın. Hörmətli konferans iştirakçıları, beləliklə sizin iştirakçı ilə keçən Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin bugünkü konferansı qərara alır. Qərar 1. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi təsis edilsin. 2. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin nizamnaməsi qəbul və təsdiq edilsin. 3. Söhrəb Dahir, Prezident, Şafur Qasimi təşkilat məsələləri üzrə Nasir rəhbəri, Siyamək isə maliyyə məsələləri üzrə vitse-prezident seçilsin. Firuz Dilənçi, Bəxtiyar Tuncay, Lətif Hüseynzadə, İslam Bəhriloğlu, Səyid Seyidi, Aslan Xalidi, Mehman Vəliyev, Mailə Muradxanlı, İbadullah Fəxrinəcab, Nəriman Həsənzadə, Vaqif Arzumanlı, Asif Azərəlli, Zərifə Salahova, Eldar Mənsurov, Yaşar Xəlilov, Ağoğlan Hüseynov, Malik Pənahi, Leyla xanım, hörmətli şairimiz Nəbi Xəzri, Cəfər Qiyasi, Böyük Rəsul Vənd, Eldar Qaradağlı, Vahid Əziz, Mahal İsmailov, Qəzənfər Kazımov və Cavanşir Quliyev isə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Rəyasət Heyətinin üzvləri seçilsinlər. Namı işlənilsin. Əsas.
Əsasən qəbul edilsin. Əsas kimi qəbul edilsin, işlənilsin və tapşırılsın rəyasət heyətinə və tapşırılsın. Konferans öz işini başa çatdırır və son söz üçün bizim hörmətli prezidentimiz Söhrəb Tahirə söz verir. Əziz dostlar, demək, Safvəyin oxuduğu qərar layihəsini səsə qoyaq, ya mən elə gəlir ki, səsə qoysaq daha yaxşıdır, təşkilati üsul bunu tələb edir. Sizin dediyiniz əlavələrdir. Ağoğlan müəllimin dediyi, nizamnamə haqqında söylədiyi tənqidi fikirlər və indiki təklifini və bir sıra əlavələrlə ki, sonradan əlavələr oldu, həm siyahıya, həm də ki, layihəyə. Bunlarla bir yerdə bu şərtlə ki, layihə təzədən işlənsin, sizin fikriniz nəzərə alınsın və Yasif bəyin dediyi kimi idarə heyətində yenidən baxılıb təsdiq edilsin. Bu şərtlə kim razıdır ki, konferansın qərarını qəbul eləsin, xahiş edirəm, əlini qatırsın. Çox sağ olun. Bir tərəf etiraz edən yox. İcazə verir, mən seçilən yoldaşların hamısını təbrik edeyim. Burada çıxış edən yoldaşlar çox böyük, əsasən cavanlar idi, burada təşkilatı işləri aparan. Onlardan da sizin adınızdan təşəkkür edeyim. Sonra bizim görkəmli böyük xalq şairimiz Nəbi Xəzri bu təsis konferansına təşrif gətirib. Ondan minnətdarlıq edeyim. Vahid Əzizdən təşəkkür edeyim. Yasif bəydən təşəkkür edeyim. Asif Adıgözəlovdan təşəkkür edeyim. Və Ağoğlan Hüseynovdan təşəkkür edirəm və digər yoldaşlardan. Başınız üzrə olsun ki, gəldiniz, belə bir mərkəzin əsasını qoydunuz. Bir daha hamımıza Söhrəb əmi təşəkkür edirəm. Hamımızdan xahiş edirik ki, bir çörək kəsməklə, bu çörək kəsməklə bu mərkəzə bir xeyli dua verək. Xahiş edirəm, heç kəs getməsin. Mən əmi bir dənə də xahişim var, bu elə yoldaşlar da eşitsin. Əmi deyib, Hərdəm Sədir Mavin yerinizi dəyişirdi, indi sizi böldü, prezident elədim, əmi sözünü götürdü. Ondan sonra bütün müraciət edir. Məni ərəb ölkələrin birindən padişah təyin edəcəkdilər, qoymamış. Yox, ondan qoymamış lazımdır. Əmi, mən o şeiri yazmasaydım, siz prezident olmayacaqdınız. Mənə görə tabii. Yox, kəsməz. Dağılma. Özünü mənə tərəf çəkə. Kəsəz yarın çıxararım. Çox yaxından çəkirsən. Buyurun da bismillahirrahmanirrahim. Buyurun.
Telefonum mən bilirsiniz. Böyle yaxşı olur. Sağ ol, sağ ol. Çöldə də xahiş edirəm, bir çəkərsiniz. Uşaq bilmirdi ki, biz İbadında yox, yanmasın. Bir cərgə düşür. Çıxar parı. İki cərgə düşür. İkinci cərgəsi daha yaxşı. Thank you.